Bugün günlük rutin ev təmizliyimi sizinlə birlikdə edəcəm və videonu sona qədər izləyib bəyənməyi unutmayın. Sonda sizin üçün eviniz günlərlə gözəl qoxusun istəyirsinizsə, maraqlı bir video verəcəm. Haydi başlayaq. Əslində yataq otağını yığışdırmışam, amma kiçik səliqələrimi salım, çünki bunları yatsıranda mən özümdə uzanmışdım. Ona görə buralar qarışıb biraz. Ümumiyyətlə mən fərqli təmizlik vasitələrini yoxlamağı çox sevirəm. Və şüşələrdə bir neçə təmizlik vasitəsindən istifadə etmişdim ki, onlar mənim şüşələrimə ishal və ləkə qaldı, yəni izi də qaldı, ləkəsi də qaldı. Ona görə də uzun bir müddətli şüşələrim, güzgülərim daha da yayılmasın deyə Qrasın təmizlik məhsullarından istifadə edirəm. Bu həm is almır, həm də ləkə qoymur. Daha təmizləyir. Mənim də canım qurtulur. Biraz heç olmasa işimi yüngülləşdirim də təmizlik vasitələri ilə. Qonaq otağında qatlanacaq paltarlarla baxışdıqdan sonra dedim sizə, sonra qatlayam, keçirəm mətbəxə. Mətbəxdə ən zəhləm gedən şey deyərdim ki, qab yumaqdır. Qab yumaq, qab yığışdırmaq. İndi qabları yığışdırım. Təmizlikdə mütləq bunu eləməliyəm dediyiniz nələr var? Məsəl üçün bu olmasa məncə təmizlik deyil kimi. Mənim üçün yağ sökücü. Təmizlikdə bu olmazsa olmazdır. Kirət sökücü və yağ sökücü olan. Bu da Qrasın Azelit serisidir. Həm sobalarınızda istifadə edə bilərsiniz, həm də tavalarınızda, qazanlarınızda isidib, üzərinə püskürüb silirsiniz, təmizləyir. Amma əlcəksiz qətiyyən istifadə eləməyin. Mən əlcə ilə şürməyi ümumiyyətlə sevmirəm. İndi sizə görə tapmışam ki, deyəcəksiniz ki, bacım, niyə əlcəyi tapmadınız? Bəlkə də bu qaz sobasının 15 ildən çox yaşı var. Qrasın Azelit serisi ilə oldu. Ağ sətlərdə, kafeldə, mətbəxin ağ hissələrində də, hamamda da Qrasın Dostklin serisindən istifadə edirəm. Dostklini həm hamamda ərkdə də istifadə eləmək olur, ərkdə, ləkədə, metla, kafel, hər birində rahatlıqla istifadə edə bilərsiniz. Demək keçirik hamamın su kranlarına. Püskürtmüşdüm, biraz da püskürdüm. Daha öncə uğursuz bir nəticə almışdım başqa bir təmizləyicidən. Bu ərpiyi çox qəşəng təmizləyir. Həm şüşələrə istifadə edirəm bundan, həm də kafellərə. Gəldim polları təmizləməyə. Mən polları təmizləyəndə qoxulu mayələrdən istifadə etməyi çox sevirəm. Həm də istəyirəm ki, parıldadıcı olsun. Bunun üçün də Qrasın Arena serisindən olan həm parket, döşəmə, laminat hər birində istifadə edə bilərsiniz. Həm xoş qoxu verir, həm də qəşəng parıldadı təmizləyir. Əgər robot tosaranınız varsa, robot tosaranın içinə də silmək üçün əlavə edə bilərsiniz bu mayədən. Baba qaydası ilə ən sevdiyim, bəzən hələ əlimlə də silirəm. Ürəyimə belə daha rahat gəlir ki, düşünürəm ki, belə daha qəşəng təmiz olur. Bir sprey qabının içərisinə su, birazcıq maye sabun əlavə edirsiniz və sevdiyiniz ətirlərdən biraz əlavə edib qarışdırırsınız. Belə püskürdürsünüz pərdələrinizə, eviniz günlərlə gözəl qoxacaq.